Deməli, bizə qəbizliklə bağlı müraciət edən insanlar çox olur. Hansı ki, deyir 3 gündən bir, 4 gündən bir, həftədə bir dəfə. Bəzi xanımlar hətta deyir ki, 10 gündən bir bayıra çıxıram. Bu nə deməkdir? Bu toksinlərin birbaşa bağırsaqların divarından bədənə sorulması deməkdir. Bədəndə allergik reaksiyaların yaranması, xolesterinin yüksəlməsi, hətta təzyiqin yüksəlməsi deməkdir. Bunun üçün nə edirik, dəyərli xanımlarımız, gözəl insanlar? Bunun üçün burada məhsulları qoymuşam, hansı ki bu məhsulları tövsiyə edəcəm. Antilipid çayı hər bir halda mütləq qəbul olunmalıdır. Qara çaya yox deyir, antilipid içəcəyik. Çünki tərkibi hədsiz zəngindir və həzm sisteminin işini yaxşılaşdırmasında möhtəşəm effekt verir. Və bizim əvəz olunmaz selluloza məhsulumuz yoğun bağırsaqların təmizlənməsində, bağırsaq qovlarının təmizlənməsində çox mühüm rol oynayır. Və xitazan əvəz olunmaz məhsulumuz yenə də buradadır və nazik bağırsaqların təmizlənməsində, təzyiqin normaya düşməsində, xolesterinin normallaşmasında bu 3 məhsulun rolu əvəz olunmazdır. Kompleks şəkildə istifadə olunacaqdır. Necə istifadə olunacaq? Günün hansı saatında istifadə olunacaq? Bax, onu bizimlə əlaqə saxladıqdan sonra məlumat alacaqsınız.